Deməli, silindrin ox kəsiyinin sahəsi 16/pi-dir. Silindrin ox kəsiyinin sahəsi 2r/dir. Burada çünki silindrin ox kəsiyi ABCD deməli 4 bucaqlısıdır. Bax, bu düz bucaqlıdır. Bu düz bucaqlının eni 2r-dir, hündürlüyü, uzunluğu da h-dır. Yəni hündürlüyü də bunun uzunluğu sayılır bu düz bucaqlının. Ona görə sahə olacaq. Düz bucaqlının ox kəsiyinin sahəsi bizə 2r/h verdiyinə görə silindrin ox kəsiyinin sahəsi 2r/h bərabərdir 16/pi-yə. Silindrin yan səthinin sahəsini istəyir. Silindrin yan səthinin sahəsi 2pi/r/dir. 2r/h-ın yerinə 16/pi qoysaq, vur pi-yə, pi-lər gedər. Cavab nə olacaq? 16. Deməli, silindrin yan səthinin sahəsi oldu 16. Növbəti sualımıza baxaq. Növbəti sualımız bərabərsizliyin böyük tam həllini istəyir. Bərabərsizliyin qarşısı kvadrat kökün qarşısı həmişə müsbət ədəd olmalıdır, bilirik ki. Ona görə 2 bölünsün kök altı x böyükdür sıfırdan olmalıdır. Sonra kökün altı da cüt dərəcədən həmişə müsbət olduğuna görə bu da böyükdür sıfırdan olmalıdır. Bir də bu bərabərsizliyi həll etmək üçün əlbəttə ki, hər tərəfi kvadrata yüksəldəcəyik. O zaman da kvadratla kök edir. 2 çıx x, 2 çıxsın 2 bölünsün x kiçikdir. 4 bölünsün x alacağıq. Bu bərabərsizləri həll etsək, burada bilirik ki, bunun müsbət olması üçün 2 müsbətdir. Deməli, kök altı x da müsbət olmalıdır. X böyükdür sıfırdan. Sonra bu bərabərsizliyi həll edəndə mənfi 2 bölünsün x böyükdür mənfi ortaq mərrəz gətirmək lazımdır bu bərabərsizliyi həll etmək üçün. Ortaq mərrəz gətirsək x-da 2x çıx 2 böyükdür sıfırdan. Deməli, bunun həll edən zaman köklərə də toxunda qeyd edirdik. Sıfırdır, biri də 1-dir. Bir ədəd qoysaq müsbət, mənfi, müsbət. Bizə lazımdır müsbət aralıq. Mənfi sonsuzluq 0, 1 müsbət sonsuzluq. Deməli, bu ikisindən hələ ki yekun bizim cavabımız çıxıb 1 müsbət sonsuzluq. Çünki sıfırdan böyüklər, sıfırdan kiçiklər, bir də birdən böyüklər. Ortaq, yəni hər ikisini ödəyən hələ ki bir müsbət sonsuzluqdur. Baxaq, üçüncüdən görək nə alınacaq. Yenə ortaq mərrəz gətirsək. 4x da bu tərəfə keçəcək. 2 çıxılsın 6 bölünsün x kiçikdir sıfırdan. Ortaq mərrəz gətirsək 2x çıx 6 bölünsün x kiçikdir sıfırdan. Köklərə də toxunda qeyd eləsək kökümüzün biri 0, biri də 3 olacaq. 3-dən böyük bir ədəd qoysaq müsbət və mənfi müsbət. Bizə mənfi aralıq lazımdır. Olacaq burada da 0-3 aralığımız. 0-3 burada da deməli bir müsbət sonsuzluq. Bir də burada mən bunu böyükdür 0 götürmüşəm. Kökün altı axı böyük bərabər 0-dır. Burada yəni 0 daxildir. Ona görə burada deməli burada 0 yox, məxrəc yox, sürət hər zaman daxil olur. 1 daxildir, yəni 1 də ola bilər. Bərabərsizliklə bir müsbət sonsuzluq. Üçüncüdən cavabı 0-3 aldım. Birincidən isə cavabı bir müsbət sonsuzluq almışdım. Hər ikisinin ortaq hissəsi 1-dən 3 olacaq. 1-3 yarım intervalı. Bizdən də ən böyük tam həllini istəyirdi. Ən böyük tam həlli də 2 olacaq. Çünki 3 daxil deyil.